Salam, kanalıma xoş gəlmisiniz. Mən bugün ilk YouTube videomda sizlərə ilmə necə atmaq lazımdır və düz toxunuşu göstərəcəm. Burada ipimi sizə göstərirəm. İpim Alize Baby Best markasındadır. Bu cürə qırmızı rəngli, canlı görünən bir ipdir. Çox gözəl materialı var. Gəlin birlikdə sizə ilməni necə atmaq lazım olduğunu göstərim. İlk öncə bütöv sapı barmaqlarımın üzərindən keçirirəm. Qısa ip, qısa olacaq tərəf sol tərəfə düşməlidir, sağ tərəfə. Rahatlıqla bu şəkildə ilmələri ata bilərsiniz istədiyiniz qədər. Bu qədər ilmə mənim üçün kifayətdir. Nümunə olaraq göstərəcəm sizə. Həm ilməni necə atdığımı göstərirəm, həm də sizə burada düz naxışı necə toxumaq lazım olduğunu göstərəcəm. Şişmin birini çıxardıram, biri qalır və toxumağa başlayıram. Sadəcə olaraq tərsi bilməyiniz üçün qısa ip sağ tərəfə düşürsə, bu toxumanın tərs üzüdür. Hal-hazırda biz burada düz naxışı toxuyacağıq, amma indidən bilməyiniz yaxşıdır ki, toxumanın tərs üzü, düz üzü hansı tərəfdə olur. Qısa iplə bilinir bu. İlk sırada ilk ilməmi düz toxuyuram və ardınca gələn bu şəkildə işarə barmağımın üstlərinə ipi alıram və milimi ipdən keçirərək düz toxumağa başlayıram. Sol baş barmağımla digər ilmələri biraz tutub saxlayıb diqqətlə ötürməyə çalışıram ki, ilmələrim şişdən çıxmasın. Sona doğru yaxınlaşırıq. Ən sonuncu ilməni isə çöl tərəfdən yox, iç tərəfdən keçirirəm iynəni və sapımı da o şəkildə dolayıram. İkinci sıradayıq. Bu mənim düz sıramdır. İpiniz, qısa ipim daha doğrusu sol tərəfdə görünür. Buna görə bu mənim düz sıram sayılır. Davam edirəm düz toxumağa. Bu sadəcə olaraq düz toxunuşdur. Hər ikisi, hər iki üzü düz toxunmadır. Çox sadə naxışdır. Bununla siz ilmi atmağı öyrəndikdən sonra, bu naxışı toxumağı öyrəndikdən sonra özünüz üçün şərf papaq toxuya bilərsiniz. Çox sadə naxış olduğu üçün. Yeni başlayanlar bu şəkildə toxuma edə bilərsiniz. Sona kimi düz toxuyuram. Bu sıra bir neçə dəfə təkrarlanır. Eyni qaydada.
Sonuncu ilmədəyəm. Yenə içəridən alacağım ilməni və o şəkildə toxuyacağım. Qıraqlarını səliqəli görsənməsi üçün bu vacib bir nüansdır. Digər düz ilmələr kimi toxumuram bunu. Qıraqları V şəkildə olduqda daha səliqəli görsənəcək toxumanız. Mən biraz toxuduqdan sonra sizlərə yenə göstərəcəm. Burada bir neçə sıra toxumuşam. Hər iki yüzünün necə səliqəli olduğunu görürsünüz. Həmçinin qıraqları da son toxuduğumuz ilmələrə görə, ilmə formalarına görə səliqəli görsənir. Gəlin bu bir neçə sıranı da sizinlə birlikdə toxuyaq. İlk ilməni aldım. Amma ipi üzərindən ataraq ilməni alıram. Çünki bu düz toxunuşdur. Və ipimin səhv yerdən gəlməsini istəmirəm. Budur bizim düz toxunma işimiz. Nümunədə gördüyünüz şəkildə rahat bir toxunmadır. Səliqəli görünür. Qıraqları düzdür. Özü də düzdür. Heç bir sap çıxıntısı yoxdur. Sapınızı seçərkən diqqətli olmanızı tövsiyə edərdim. İlk sap seçiminizdə tez aralanan sapları seçib almayasınız. Rahat əlinizə yatqın bir sap alın. Həm çox sürüşkən olmasın ki, bu tip dəmirli millərdə sapınız, ilmələriniz sökülüb getməsin. Budur mənim naxşımın son halı. Əgər xoşunuza gəlsə kanalıma abunə olmağı və ya rəy yazmağı unutmayın.